zaman? Boynumda, belimdə ağrılar, yeriyəndə çətinlik çəkirdim. Çox çətin qalxırdım. Pasiyentimizin çok ciddi doğrudan ağrıları var idi. Yani gezdiği zaman, oturduğu zaman bu onu çok narahat edirdi. 10 günlük bir fiziki müalicə etdik. Tabii ki biraz demişəm, çəki verəcəyik. Çünki onurğa problemlərində çəki çox önəmlidir. Vurğulamaq istəyirəm ki, tabii ki disk yırtığı tamamen itib gedən, sağalan bir problem deyil. Sadəcə simptomları azaldırıq, gələcəkdə əməliyyat riskini azaldırıq və xəstənin də özünü qorumalıdır, idmanlarını etməlidir və artıq çəkisi varsa çəki verməlidir. Boynumda, belimdə ağrılar, yeriyəndə çətinlik çəkirdim. Çox çətin qalxırdım. Pasiyentimizin çok ciddi doğrudan ağrıları var idi. Yani gezdiği zaman, oturduğu zaman bu onu çok narahat edirdi. 10 günlük bir fiziki müalicə etdik. Tabii ki biraz demişəm, çəki verəcəyik. Çünki onurğa problemlərində çəki çox önəmlidir. Vurğulamaq istəyirəm ki, tabii ki disk yırtığı tamamen itib gedən, sağalan bir problem deyil. Sadəcə simptomları azaldırıq, gələcəkdə əməliyyat riskini azaldırıq və xəstənin də özünü qorumalıdır, idmanlarını etməlidir və artıq çəkisi varsa çəki verməlidir.